Rusiya İranın dostudur yoxsa düşməni? İranın Rusiyanı özünün strateji müttəfiqi sayması düzgündürmü? Və Rusiya da İrana eyni nəzərlə baxırmı? Son 200 ildə Rusiyanın İranla münasibətlərdə atdığı addımlar ona etimad etməyə əsas verirmi? Bu və digər bu kimi suallar zaman-zaman İran siyasi düşüncəsini və ictimai fikrini məşğul etsə də, son vaxtlar xüsusən İsrail-İran münasibətlərindən sonra Rusiya ilə münasibətlər mövzusu yenidən ölkədə qızğın diskussiyalara və kəskin mübahisələrə səbəb olub. Əksəriyyət belə düşünür ki, 12 günlük müharibə dövründə Rusiyanın mövqeyi Ukrayna ilə müharibədə ona dəstək verən İranın yanaşmasına adekvat olmayıb. Bu azmış kimi Rusiyanın onu özünün müttəfiqi bilən İrana deyil, İsrailə kömək etdiyi barədə iddialar meydana çıxıb. Məsələn, təqribən 2 ay öncə İran Məsləhət Şurasının üzvü Məhəmməd Sədr qalmaqallı bir açıqlama verərək bildirmişdi ki, müharibə zamanı Rusiya İranın hava hücumundan müdafiə mərkəzləri haqqında məlumatları İsrailə ötürüb. İran rəsmisi əlavə etmişdi ki, Rusiya ilə əlaqə qurmaq və əməkdaşlıq etmək vacibdir, amma ona etimad etmək düzgün deyil və dar gündə Moskvanın bizim yanımızda olacağını düşünmək yanlışdır. İrana qarşı tətik mexanizminin işə düşməsindən və 2015-ci il nüvə razılaşması nəticəsində dayandırılmış BMT sanksiyalarının bərpasından sonra Rusiya ilə münasibətlərə dair mübahisələr yenidən qızışıb. Hər şey ondan başlayıb ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tətik və ya snapback mexanizminin nüvə razılaşmasında İrana qarşı nəzərdə tutulan hüquqi tələ olduğunu bəyan edib və bu mexanizmin Amerika Birləşmiş Ştatları və İranın o zamanki Xarici İşlər nazirləri John Kerry və Məhəmməd Cavad Zərifin birgə icadı olduğunu bildirib. Lavrovun bu iddiasına Zərifin cavabı özünü çox gözlətməyib, həm də yetərincə sərt və gözlənilməz olub. Keçmiş nazir bildirib ki, tətik mexanizmi Rusiyanın Fransa ilə birlikdə irəli sürdüyü daha pis və İran üçün daha ağır təklifi alternativ olaraq meydana çıxıb. Həmin təklifə əsasən BMT sanksiyaları mərhələli şəkildə 6 aydan bir hissə dayandırılacaqdı. Beləliklə, nüvə sazişi bir növ müvəqqəti razılaşma xarakteri daşıyacaqdı. Zərif əlavə edib ki, hətta Lavrov bu təklifin qəbul olunmasını qeyd etmək üçün özü ilə müzakirə salonuna şampan şərabı da gətirmişdi. Amma İran nümayəndə heyəti snapback mexanizmini qəbul etdirməklə BMT sanksiyalarının birdəfəlik qaldırılmasına nail oldu. Keçmiş Xarici İşlər naziri təqribən 2 həftə əvvəl etdiyi həmin çıxışında Rusiyanın İrana yönəlik siyasəti barədə ciddi ümumiləşdirmə apararaq deyib, Rusiyanın İranla bağlı 2 qırmızı xətti var. Birincisi, İran heç vaxt dünya ilə normal münasibətlərə malik olmamalıdır. İkincisi, İranın dünya ilə gərgin münasibətləri müharibə həddinə çatmamalıdır. Buna nümunə olaraq Zərif söz gedən çıxışında 2 misal da gətirib və bildirib ki, həm general Qasım Süleymaninin Moskvaya səfər etməsi, həm də Ukrayna ilə müharibədə İranın Rusiyaya dronlar verməsi barədə xəbərləri ruslar özləri mediaya sızdırıblar və bununla da İranın Qərblə münasibətlərinin gərgin saxlanmasına nail olublar. Qeyd edək ki, İrana qarşı tətik mexanizminin işə düşməsi BMT Təhlükəsizlik Şurasının 2006-2010-cu illərdə qəbul etdiyi 6 qətnamə ilə nəzərdə tutulan sanksiyaların bərpasını nəzərdə tutur. Bu məsələdən danışarkən İranın keçmiş prezidenti Həsən Ruhani vurğulayıb ki, həmin qətnamələrə Qərb dövlətləri, həmçinin Çinlə yanaşı Rusiya da səs verib. Bu açıqlamasına görə Ruhani də Zəriflə birgə Rusiya ilə müttəfiqlik tərəfdarlarının hücumlarına və tənqidlərinə məruz qalıb. Radikal mühafizəkar mövqedən çıxış edən Keyhan qəzeti Ruhani və Zərifin açıqlamalarının İranın müstəqil xarici siyasətinin legitimliyini şübhə altına aldığını, həmçinin onlarda açıq-aşkar milli mənafelərə zidd məqamların olduğunu bildirib və bunu Qərbin daxildəki fiqurları vasitəsilə gerçəkləşdirdiyi siyasi media layihəsinin bir parçası kimi qiymətləndirib. Mühafizəkar cərəyana mənsub Xorasan qəzeti hazırda İran-Rusiya münasibətlərini korlamağın zamanı olmadığını vurğulayaraq yazıb. Tehranla Moskva arasındakı münasibətlərin strateji zirvəsinə çatdığı və iki ölkə arasında hərbi və təhlükəsizlik sayəsində əməkdaşlığın genişləndiyi bir vaxtda belə bir açıqlama vermək ölkəyə ziyan vura bilər. Tehranla Moskva arasında yeni danışıqların getdiyi və Əli Laricaninin Rusiya səfərinin bu münasibətlərin dərinləşdirilməsi zərurətinə diqqət çəkdiyi bir vaxtda köhnə fikir ayrılıqlarının yenidən ortaya atılması hazırki nailiyyətləri sarsıda bilər. Hətta islahatçı Həmihən qəzeti də Zərifin çıxışının milli maraqlara uyğun olmadığını bildirib və yazıb. Hazırki şəraitdə Zərifin açıqlamaları belə bir hiss doğurub ki, o Tehran-Moskva münasibətlərini pozmağa çalışır. Sepak generalı və keçmiş deputat Mənsur Həqiqətpur Zərif və Ruhaninin oyun qaydalarını pozmağa haqqı olmadığını bildirərək Rusiya və Çinin İranın arxasında durduğunu bəyan edib. Əlbəttə, sabiq rəsmilərin müdafiəsinə qalxanlar da olub. Lakin məsələ media və sosial şəbəkələrlə məhdudlaşmayaraq parlament müstəvisinə daşınıb. Mühafizəkar cinahdan olan bir sıra deputatların Ruhani və Zərif əleyhinə çıxışlarından sonra etirazlar o qədər coşub ki, məclisdə Ruhaniyə ölüm şüarı səslənib. Prosesin kulminasiyası oktyabrın 26-sında plenar iclasdan öncə parlamentin sədri Məhəmməd Bağır Qalibafın çıxışı olub. Spiker hazır mətni oxuyaraq Ruhani və Zərifi İranın Rusiya ilə strateji münasibətlərinə zərbə vurmaqda ittiham edib. Parlament sədrinin bu çıxışı geniş reaksiyalar doğurmaqla mübahisələri daha da kəskinləşdirib. O cümlədən islahatçı qanadın fəallaşmasına səbəb olub. Siyasi təhlilçi Əhməd Zeydabadi Qalibafın qısa çıxışına münasibət bildirərək yazıb. Kaş ki, cənab Qalibaf hazırda heç bir rəsmi vəzifə tutmayan
iki keçmiş məmurun sadəcə açıqlama verməklə Rusiya ilə strateji əməkdaşlıq yoluna necə zərbə vurduğunu izah edəydi. Görünür, başqa bir problem var. Çünki dünyanın heç bir yerində keçmiş məmurların şərtləri hökumətlərin əməkdaşlarına kiçicik zərər də yetirmir. Ruslar İran vətəndaşlarının Kremlin siyasətinə qarşı susqunluğunu İslam Respublikası ilə əməkdaşlıq üçün şərt hesab edirlər. Əgər belədirsə, bunun çox iyrənc və şərəfsiz bir mənası var. Çünki bu ən alçaq müstəmləkə münasibətidir. Əgər belə deyilsə, hazırda adi vətəndaş statusuna malik iki keçmiş məmurun şərtləri niyə əməkdaşlıq yoluna zərər vurmalıdır? Prosesə diplomatlar da qoşulub. Mahmud Əhmədnecatın prezidentliyi dövründə İranın Rusiyadakı səfiri olmuş Mahmud Rıza Səccadi deyib ki, Ruslar ruhani vəzifə görə bizə etimad bəsləmirlər. İranın Rusiyadakı hazırki səfiri Kazım Cəlali isə Rusiya mövzusunun daxili ixtilafları qızışdırmaq üçün xaricdən ortaya atıldığını bildirib. Görünən odur ki, istər daxili inkişaf, istərsə də xarici siyasət məsələlərində İranın siyasi elitasında indiyə qədər qorunub saxlanan konsensus ciddi şəkildə pozulub və bu, ölkənin xüsusən də rejimin gələcəyi baxımından heç də yaxşı perspektiv vəd etmir.